Bu nədir, pirdir? Yox, Kərbalayın oğlu Yadullahın qəbridir. Yazıq nakam öldü. Heç bir şeyin üstündə getdi. Kərbalayı yerə baxan adam idi. Amma hər dəfə başını yuxarı qaldıranda ağır bir cinayət baş verərdi. Gah bir evdə, gah başqasında göz yaşlar axardı. Oğlu da bu vəhşi düşmənçiliyin qurbanı oldu. Uşaq Kolanıdan evə qaydanda qonşu kəndin adamları doğramışlar. Meydini vermirdilər. Kərbalayın ağır, müsibətli günlərində işə qarışdım. Uzun mübahisədən, minnətdən sonra oğlanın meydini alıb verdim atasına. Allah'ınızı kaldırın! Abbaskulu Bey, Sən kimsən? Xudayarın kardeşiyim bey. Burada nə gəzsən? Qəmludan gizlənirəm, məni axtarırlar. Fikirləşmirsən ki, birdən Kərbalay bura gələr? Kərbalay başını itirib bey, oğlu da yadından çıxıb. Bilmirsən indi hardadır? Kolanıda, Karvansaradadır. Getməyin ora bey.